Bəli, biz onu gözləyirdik ki, burada qlobal bir razılaşma əldə olunmayacaq. Yəni bu aydın idi. Çünki əgər bu görüşə Putin getsəydi, hesab edirəm ki, müəyyən razılaşmalar əldə etmək olardı. Çünki Trump da bildirmişdi ki, mən əgər Putin gəlsə, gəlib orada o görüşdə iştirak edəcəm. Ancaq təəssüf ki, Putin getmədi və ona görə də Zelenski İstanbulda oldu, orada görüşlər keçirdi. Həm Erdoğanla, həm digərlərinin görüşlər keçirdi və sonra oradan Tiranaya getdi. Yəni bu mənada Putin özü təklif elədiyi görüşdən bir necə deyirlər, yayındı, getmədi. Bunun da müxtəlif səbəblər deyirlər. Özünün təhlükəsizliyinin təmin olunmasına bağlı qorxu, digər məsələlər, onun həbs olunması məsələsi. Amma sonradan gələn mesajlar heç də onu deməyə əsas vermədi Şad bəy. Xüsusilə Trump tərəfindən ki, ola bilsin yaxın vaxtlarda biz razılaşma əldə olunsa Putinlə görüşərik. Yəni əsas səbəb heç o deyilmiş kimi görünür. Bəli, yəni görünən odur ki, Putin müharibənin indiki zamanda dayandırılmasını istəmir. Cəbhə bölgəsində görünür ki, Rusiya güclüdür. Rusiya hər gün bir kəndləri almaqçısını bildirir. İndi nə dərəcədə düzgündür bilinmir. Və aktiv hücuma keçib Rusiya. Bu mənada belə bir dönəmdə Rusiya münaqişəni dayandırmaq istəmir. Yəni Trumpın irəli sürdüyü, Zelenskinin təsdiqlədiyi bir aylıq atəşkəsə nail olunmadı, dayanmadı. Və ona görə də onlara Rusiya qarşı 17-ci sanksiya qəbul olundu. İndi isə İstanbul danışıqlarından elə bir real nəticə olmadığına görə Avropa İttifaqı ayın 20-sində Brüsseldə deməli Rusiya qarşı 18-ci sanksiya, öldürücü sanksiya qəbul edəcəklər. O cümlədən də Qrem ABŞ senatoru artıq 80 senatorla razılaşıb ki, Rusiya qarşı sanksiya tətbiq olunsun. Putin də imzaladı sənədi. Yəni həmin sanksiya ilə bağlı məsələni təsdiqlədi. Əvvəl təsdiqlənmirdi. Üzr istəyirəm, Trump. Bəli. Çünki artıq Trump da başa düşür ki, Putin danışıqlara getmir. Putin hazırki dövrdə müharibəni dayanırsa, o bilir ki, Rusiyanın daxilində çaxnaşmalar qopacaq, Putin hakimiyyətdən gedəcək. Bu labüddür. Çünki bu 3 ay müddətində gedən müharibədə milyona yaxın Rusiya vətəndaşı sıradan çıxıb. Onun yarısından çoxu ölüb, həlak olub, yarısında əlil olub, artıq onlar yenidən cəbhəyə qayıda bilmirlər. Və bu da, bunun müqabilində də Rusiya cəmiyyəti pis vəziyyətdədir, iqtisadiyyat çöküb, xarici ölkələrin minlərlə şirkətləri Rusiyadan getdilər. Rusiya iqtisadiyyatı bu gün hərbi iqtisadiyyatın üzərində qurulub. Yəni getdikcə də bu deməli geriləmə davam edir. Artıq Rusiyanın siyasətçiləri özləri bildirirlər ki, Rusiyanın yaxın gələcəyə, 6 aya, 8 aya o gəliri getdikcə azalacaq. Trumpın Səudiyyə Ərəbistanına səfəri də bunu deməyə əsas verir. Yəni onlar razılaşdırır ki, neft istehsalını artırsınlar. Neft istehsalını artıranda təbii ki, qiymətlər aşağı düşəcək. Və bu da Trumpın, yəni Amerikanın böyük siyasətinin nəticəsidir. Amma Eşad bəy, Birləşmiş Ştatlar liderinin, xüsusi nümayəndəsinin müavininin bugün maraqlı bir açıqlaması var ki, deyir, Avropa Putinə qarşı zəiflətmə metodundan istifadə edir, amma başa düşmürlər ki, o ona təsir etməyəcək. İndi az öncə sanksiyalardan danışırıq, elə onu böyük ehtimalda nəzərdə tutmuş olur ki, yəni bu Rusiyaya təsir edə biləcək bir variant deyil, başqa bir şey düşünülməlidir. Mütləq bir formada danışıq olmalıdır və burada Trumpın önəmi çox böyükdür. İndi ola bilsin ki, bəlkə də Trumpı daha önə çəkmək üçün deyilən bir açıqlamadır. Bunu da bilmirik. İndi sizin şərhinizi eşitmək istəyərəm. Mən hesab edirəm ki, bu açıqlama düz deyil. Rusiya doğrudan da artıq əldə hər günə 1 milyard dollar gəlir əldə edirdi. Həmin yana neftdən, qazdan. Bu gün o qədər ala bilmir. İndi isə neftin qiymətini aşağı salınsa, o daha da zəifləyəcək. Yəni, daxildə artıq o əhalisini yaşada bilmir, pensiyanı vaxt-vaxtında verə bilmir, çətinliklər var, problemlər var. Yəni, bu nöqteyi nəzərdən əgər davam etsin, ciddi təsir edir. İndi onların o qaçaq 189 gəmiyə, deməli, neft daşıyan gəmiyə sanksiya qoyuldu. Onlar nə gəmilərdir? Onlar həmin Rusiyanın neftini oğurluq yollarına satırlar, başqa ölkələrə aparırlar. O cümlədən Çinə, Hindistana. İndi bunlara qarşı da sanksiya tətbiq olunur. Yəni, bu sanksiyanın ciddi təsiri var. Ancaq bəli, Trumpı onlar önə çəkməsi ki, Trump Putinlə görüşüb məsələni həll etməlidir. Yəni, Trump
artıq da Tramp da bildirir ki, bəli, biz yaxın günlərdə görüşəcəyik. Putin yaxşı olandır, mənimlə münasibəti yaxşıdır. Necə yaxşıdır ki, səni neçə aydır barmağına dolur. Putin Trampı barmağına dolur. Çox belə necə deyirlər, bariz şəkildə göstərir bunu. Yəni bu mənada artıq Trampın ətrafında olan siyasətçilər də artıq o fikirdən daşınırlar ki, Putinə qarşı, Rusiya qarşı Trampın apardığı siyasət düz deyil. Ona görə də Senatda senatorlar yəni artıq hazırlayıblar. Yəni özü də Trampın tərəfdarları olan senatorlardır, konqresmenlərdir. Yəni o mənada bu sanksiyalar təbii ki, təsir edəcək. Və bunları da başa düşən Putin, mən hesab edirəm ki, Trampla görüşdə razılaşacaq. Ancaq elə dünənki Türkiyədə, İstanbulda keçirilən görüşdə onların iddiaları daha da deməli, necə deyirlər, daha çoxdur. Daha artıq təkcə onlar tələb edir ki, Ukrayna təkcə Krımı yox, eyni zamanda Luganskı, Donetski, Zaporojyeni, Xersondan da olan hərbi qoşunları çəksinlər. Yəni oranı tam... Bəli, bu iddia da var. Bəli, yəni onlar Rusiya onları tam işğal etməyib. Hardasa Luganskı tam işğal olunub, amma Donbassdır, Xersondur, Zaporojyenin hardasa bir 70%-ni Rusiya işğal edir. İndi bu tələblərlə dünən gəldilər nümayəndələr masaya. Onda biz dünənki İstanbul görüşünü deyə bilərikmi ki, Putinin bir növ simvolik qələbəsi idi? Yox, hesab etmir ki, bu qələbəsidir. Oradan hansı qələbədən söhbət gedə bilər ki, bəli, əsas qələbə... Yəni bir plan qurmuşdu deyilirdi Putin haqqında ki, belə təkliflə çıxış etdi, diqqəti öz üzərinə çəkdi ki, sülhdə atəşkəsdə maraqlıdır Vladimir Putin, Rusiya, amma getmədi. Ancaq nümayəndələrini göndərdi ki, hansısa bir ortaq məxrəcə gəlmək istəyirik obrazı, amma masaya da çox ağır şərtlər qoydu və demək olar ki, heç bir ortaq məxrəcə gəlmədi. Çünki Vladimir Putinin istədiyi bu idi. Bu baxımdan deyilir ki, Putinin simvolik qələbəsi ola bilərmi? Çünki oradan heç bir tərəf mən bunu heç qələbə saymıram. Əksinə hesab edirəm ki, həm Avropa İttifaqı, həm artıq Amerika və dünya İslamiyəti başa düşür ki, Putin müharibəni dayandırmaq istəmir. Çünki o bilir ki, müharibəni dayandırsa, onun taleyinin sonudur. Yəni bunun daxildə də artıq ona qarşı müxalif fikirlər var. Hətta onun deməli həyətinə sui-qəsd məsələləri var. Artıq bu arada Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat verdi, Narışkin məlumat verdi. Yəni bu nöqteyi nəzərdən Putin müharibəni uzatmaq istəyir. Ancaq o da başa düşür ki, artıq onun sonu çatır. Yəni nə mənada sonu çatır? Yəni müharibəni dayandırmalıdır. Buna artıq beynəlxalq ictimaiyyətin təzyiqi, o cümlədən ABŞ-ın təzyiqi, Avropa İttifaqının təzyiqi var. O cümlədən müharibəni dayandırmasını Çin də istəyir və buna görə də o özünə yaxın, özünə daha lazımlı şərtlər müqabilində müharibəni dayandırmaq istəyir. Ona görə də o həm Krımın haqqında ümumiyyətlə söhbət getmir. 4 vilayətin əgər artıq onlar Sumu və Xarkovada hücumlar edəcək, onları da alacağını bildirirlər. Artıq Rusiya deməli politoloqlar bu haqqda məlumat verir ki, əgər deməli Zelenski Ukrayna bu danışıqlarda bu 4 vilayətin verilməsinə razılıq olmasa, bir müddətdən sonra 6 vilayət verməyə məcbur olacaq deyə. Bəli. Bu arada önəmli məqam təbii ki, Vladimir Putinlə Zelenski arasında görüşün olmağıdır. Dmitri Peskovun açıqlaması var ki, bugün verdiyi bir informasiyada Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü mümkündür deyə Peskovdan bir açıqlama gəlib. İlk dəfədir ki, biz deyə bilərik ki, Rusiya tərəfdən məhz iki tərəfli görüşün ola biləcəyi ilə bağlı belə açıq bəyanat verildi. Çünki indiyə qədər bildiyiniz kimi Putin onun legitimliyini tanımırdı. Yəni bir dövlət başçısı kimi qəbul etmirdi. Onda görünür ki, əgər bunun siqnalı verilirsə Kremlin tərəfdən, deməli Zelenski ilə hansısa bir razılığa gəlinir deyəmi bunun siqnalı verilir, yoxsa yenə bir növ blöfdürmü Rusiya tərəfdən? Deməli, İstanbul görüşündə Ukrayna tərəfinin tələbi oldu ki, liderlərin görüşsünlər və onlar məsələləri danışsınlar. Onunla Medinski bildirdi ki, biz bu haqda Putinə məlumat verəcəyik. Yəni buna artıq hazırlıqlar gedir. Amma razılığa gəlindiyi təqdirdə bu görüş olacaq deyildi. Təbii. Deməli, ondan hansısa bir razılığa gəlinir öz aralarında. Gəlinir, ancaq mən hesab edirəm ki, Putin əvvəlcə Trumpla görüşəcək. Onlar razılığa gələcək, ondan sonra Zelenskinin görüşüləcək. Yoxsa Trumpla görüşməmiş, Putin Zelenskinin görüşməyəcək. Bu mənim analizimdir. Yəni sırf şəxsi fikirlərimdir. Ola bilsin ki, amma hesab edirəm ki,
Putin əvvəlcə Trumpla görüşəcək və Trump da artıq bildirdi ki, yaxın zamanda biz görüşəcək, məsələləri həll edəcəyik. Aha, bu arada elə Qərb mediasının da fikri bu yöndədir ki, Rəşad bəy deyilir ki, Birləşmiş Ştatlar olmadan Avropa nəinki Ukraynanı, heç özünün belə təhlükəsizliyini təmin eləyə bilməz və Rusiya da bunu deyir, çox yaxşı bilir. Və belə bir məqamda Birləşmiş Ştatları özünə qarşı çevirmək istəmir və mütləq formada etdiyi hazırki hərəkətlər vəziyyəti bir növ uzatmaq və vaxt qazanmaqdır. Həmfikirsinizmi bundan? Bəli, bəli. Vaxt qazanmaq və əlavə torpaqlar əldə etmək. Yəni onun fikri yəni Birləşmiş Ştatlar müdaxilə eləyəcəkmi? Mən hesab edirəm ki, əgər Putin razılaşmasa, danışıqlara getməsə, atəşkəs haqqında deməli saziş imzalamasa, hesab edirəm ki, Trumpın ətrafı və Avropa Birliyinin liderləri onu inandıracaqlar ki, Ukraynaya kömək eləsin və Rusiya qarşı ciddi sanksiya tətbiq edilsin. Və Trump da buna getməyə məcbur olacaq. Çünki başqa yolu yoxdur. Neçə aydır, necə deyirlər, Putinin nazından oynadı Trump. Ona nə qədər dəstək göstərdi. Ancaq nəticədə görür ki, bunlar heç bir razılıq vermir. Bəli, vəziyyət daha da ağırlaşır. Ona görə məcbur olacaq Trump o şeyə getməyə. Ancaq hesab edirəm ki, Putin də təcrübəli siyasətçidir, neçə illərdir hakimiyyətdədir və o başa düşür ki, əgər Amerika ilə bunlar üzbə-üzbə gəlsə, Rusiya tam məğlub olacaq, tam dağılacaq. Ona görə ona qədər o dayandıracaq. Yəni, özünə bir çox əraziləri işğal etdiyinə görə özünə müsbət mənada, yəni müharibənin qələbə çaldığı kimi görünmək üçün bu razılaşacaq və hesab edirəm ki, bu da ancaq və ancaq Trumpla görüşdən sonra mümkün olacaq. Son 1-2 dəqiqəmiz var, Rəşad bəy, bunu da cavablandırmanızı istəyirəm. Bir fikirlər yayıldı ki, Putinə qarşı sui-qəsd ehtimalı var deyə. Bu da nədəndirsə bu görüşdən sonra bir növ tirajlanmağa başladı daha çox. Bu tapşırıq əsasında bu xəbərlərin tirajlanma ehtimalı varmı? Yəni söhbətin, sözümün canı nədir? Sırf Putin Zelenski ilə görüşməsin deyə hansısa bir məkanda. Yəni bu söhbət təbii ki, Türkiyədən də gedə bilər ki, misal üçün sui-qəsd ehtimalları çoxdur. Biz ona görə Zelenski ilə və ya hansısa başqa bir liderlə görüşmə imkanımız yoxdur deyə. Bunu irəli sürmək üçün bu variantlar ola bilərmi? Ümumiyyətlə sui-qəsd məsələsi var. Rusiyanın daxilində ona qarşı onu istəməyən qüvvələr var. Ancaq bu, biz başa düşməliyik ki, informasiya müharibəsidir, həm də informasiya müharibəsidir. Ona görə də Putinin təhlükəsizliyinin təmin olmasını xüsusi xidmət orqanları yüksək səviyyədə dünyanın edirlər. Ancaq sui-qəsd də durur o daxilində. Artıq bildirilir ki, o öz yaxın deməli, can güdənlərinə belə etibar etmir. Onların yerini düzgün demirlər, hara getməklər, marşrutlar bildirmirlər. Yaxınlarda Putinin mühafizəsində olan bir maşın partladıldı. İndi ola bilsin bunu Rusiyanın Federal Təhlükəsizlik Xidməti özləri qəsd edirlər ki, belə şeylər var. Yəni, bəhanə kimi istifadə etsinlər deyə. Bəli, informasiya texnologiyalarıdır, informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdir.